Əslində insanlar da başlayıb biraz agahlaşıblar, maarifləniblər. Bunlar düzgün psixoloji kitabları düzgün olmayandan başlayıblar ayırmağa. Burada belə bir sual da qoya bilərik ki, yəni bəlkə o adamlar düşünürlər ki, psixologiya işləmir. Bəlkə düşünə bilirlər ki, məsələn də motivasiya kitablarının və yaxud da fərdi inkişaf kitablarının faydası yoxdur. Ancaq əslində bu yanlış bir fikirdir. Çünki bizim həyatımızın 80% psixologiyadır. Və bir sözlə biz insanın həyatını dəyişə bilərik və bizim problemimiz də bir sözdən də başlayır. CBT deyilən bir psixoterapevtik bir metod var, koqnitiv davranış terapiyası. Bunun irəli sürdüyü fikirlərdən biri budur ki, bizim həyatımızda olan qorxularımız, komplekslərimiz, yersiz təşvişlərimiz, həyatda olan bəzi problemlərimizin kökü bir fikirdir. O fikir beynimizə ilişir, düşüncəmizdə bir yanlışlıqlar yaradır, o hissimizə təsir edir, hisslərdə davranışa. Sən o fikri dəyişməklə hissi dəyişirsən, sonra davranışı dəyişirsən. Yəni bir sadə bir sözlə bir insanı rəftaracan təsir edir. Rəftaracan təsir edir. Bir insanla sən ünsiyyət qura bilərsən, onun bir dənə fikrini dəyişməklə artıq hissini, bütün davranışını, hər bir şeyini dəyişə bilərsən. Adi bir metod deyə bilərsən, insan vaxtına 80% qənaət eləyə bilər. Bu zaman idarə olunmasında tətbiq olunan metodlardandır. O qaydanı bilməsə, insan bir çox problemlərlə üzləşəcək.